olduğuna. Aziz kilsə, hoş bir-birinizi Драгоценная görmək. церковь, приятно видеть каждого из вас. İsa Məsih, minnətdarıq sənə. Господь Иисус, мы благодарны Тебе. Minnətdarıq sənə xeyir dualarına görə. Благодарны за Твои благословения. Ya Rəbb, xahiş edirik səndən bu axşam aramızda ol. Господь, мы просим, прибудь среди нас этим вечером. Bizi öz huzurunla doldur. Наполни нас Твоим Bizə присутствием. lütfünü, mərhəmətini axıd üzərimizə. Излей на нас Твою милость и Minnətdarıq sənə, благость. ya Rəbb. Мы благодарны Тебе. Gəlin əllərimizi ucaldaq deyək ki, İsa Давайте Məsih, поднимем наши sən руки и padşahsan, скажем: Господь Иисус, Ты царь, sən nursan, Ты свет. sən qaranlıqda bir parlayan işıqsan, ya Rəbb. Ты свет, который сияет во тьме. Minnətdarıq sənə, ya Rəbb. Мы благодарны Minnətdarıq, Тебе. ucaldırıq səni. Sən. Превозносим Тебя. Aleluya. Oxuyaq. Будем мы искать Тебя, Господь, обращаясь и молясь Тебе, возрождением оснащи свое, чтобы нам нести благую весть. Имя вознесем Христа, нас ведет единый дух, прикасаясь к небесам, мир изменим мы вокруг. Имя вознесем Христа, нас ведет единый дух, прикасаясь к небесам, мир изменим мы вокруг. Мир изменим мы вокруг. Без оглядки поприще пройдем, обретем награду жизнь отдать. Коль веселья радости пожнем, коль презрими виды не принять. Имя вознесем Христа, нас ведет единый дух, прикасаясь к небесам, мир изменим мы вокруг. Имя вознесем Христа, нас ведет единый дух, прикасаясь к небесам, мир изменим мы вокруг, мир изменим мы вокруг. Возрождение, возрождение, возрождение нас. Возрождение, возрождение, возрождение в нас. Возрождение, возрождение, возрождение в нас. Давайте вместе скажем: Аллилуйя, возрождение. Слава тебе, Иисус! Аллилуйя, Господь! Слава тебе, Иисус! Возрождение в нас. Имя вознесем Христа, нас ведет единый дух, прикасаясь к небесам, мир изменим мы вокруг. Имя вознесем Христа, нас ведет единый дух, прикасаясь к небесам, мир изменим мы вокруг, мир изменим мы вокруг, мир изменим мы вокруг. Аллилуйя, слава тебе, Иисус! Слава тебе, Господь! Həm də dedik sənə, ya Rəbbi, toxunuruq sənin taxtacına. Göylərə toxunmaq istəyirik, səmalara toxunmaq istəyirik. Sağ Məsih.
Minnətdarıq sənə Rəbb. Minnətdarıq, ucaldırıq səni. Aleluya. Duvarların içindəyəm, yol axtarıram hər tərəfdə mən. İnsanlar keçir, dönməz yanından, buna daha dönsə bilmirəm. Sualların içindəyəm, yol axtarıram hər tərəfdə mən. İnsanlar geçir, dönməz yanından, buna daha dönsə bilmirəm. Cavabınsan, sən cavabınsan. Çünkü dünyaya galip gelmişsen sen. Cevabınsan, sen cevabımsan. Çünkü dünyaya galip gelmişsen sen. Eşittim yüce sesini, açtım Tanrı'ya öz yüreğimi. Melekler baktı yüzümüze şen, şadlık edirler bütün göylerde. Eşittim yüce sesini, açtım Tanrı'ya öz yüreğimi. Melekler baktı yüzümüze şen, şadlık edirler bütün göylerde. Cevabınsan, sen cevabınsan. Çünkü dünyaya galip gelmişsen sen. Cevabınsan, sen cevabınsan. Çünkü dünyaya galip gelmişsen sen. Çünkü dünyaya galip gelmişsen sen. Çünkü dünyaya galip gelmişsen sen. Aleluya. Hem bu sen Rabbi sen minnettarıq sana. Şükür olsun sana Rab, şükür olsun. Uca sen Rab, Превозносим Тебя. ucaldırıq sen istemesin. Мы превозносим Тебя, Господь. Minnettarıq sana. Мы благодарны Тебе. Geleyim sen. Her gün daha çok sözler yetmez. Sana benzeri yok muhtacam yer. Sana her şeyden çok gereğim sen. Gereğim sen. Gel birge diye. Gereğim sen. Rab sen lazımsın. Minnettarıq Rab. Xahiş sənə həyatlarımızı dəvət edirəm. Həyatımızın hər bir hissəsində olsan Məsih. Sənə bənzəri yox, mühtacam mən. Sənə hər şeydən çox gərəksən. Gərəksən. Neden de çok, nefesimden de çok, yüreğimden de çok, her şeyden de çok. Zaman ötüp geçir, seninle Tanrım. Hiçbir şey Allah'ta
muhtacam Rəb Möhtac Sana her şeyden çok Rəb Sənə müsaməsi Minnətdarıq sənə Rəb Minnətdarıq toxun bizə Gəl həyatımıza Rəb Değiş bizi İsa Məsih Gələyim sana Her gün daha çok Sözler yetmez Sana benzeri yok Muhtacam Rəb Sana her şeyden çok Gereğin sen Gereğin sen Dilemeden de çok Nefesimden de çok Yüreğimden de çok Her şeyden de çok Zaman ötüp geçti Seninleyim Tanrım Geçmiş hayata bir daha Kayıtmadan Uğradıram seni Uğradıram seni Uğradıram seni Rabbi sen Şükür olsun sana Rabbi sen Şükür olsun sana İsa Mesih Ucaldırız sana Rabbi Minnettarıq sana Rabbi Başlayır İsa Mesih Xeyir dua ver Dokun Rabbi Şəfa ver Rabbi deyil Ucaldıram seni Ucaldıram seni Ucaldıram seni Rabbi sen Bu benden de çok Nefesimden de çok Yüreğimden de çok Her şeyden de çok Zaman ötüp geçiyor Seninleyim Rabbim Geçmiş hayata bir daha Kayıtmadan Gereğin sen Gereğin sen Gereğin sen Gereğin sen Şükür olsun sana Rabbi. Слава тебе, Господь Иисус. Minnettarız sana Мы благодарны Тебе. Rabbi. Sen bize lazımsın. Господь, Ты нужен нам. Hayatımızın her bir anında lazımsın. Ты нужен нам в каждый момент нашей жизни. Xahiş edirik senden sen Mesih. Просим, Господь Иисус, Örtü yol Rab. покрой нас, Xeyir dua ver. благослови. Şükür olsun sana. Слава Тебе. Şükür olsun sana. Слава Тебе, Господь Иисус. Bu nefmeden de çok. Nefesimden de çok. Yüreğimden de çok. Her şeyden de çok. Zaman ötüp geçir. Seninleyim Tanrım. Geçmiş hayata bir daha kayıtmaram. Bu ölmeden de çok. Ölmeden de çok, Nefesinden de çok. Yüreğimden de çok. Her şeyden de çok. Zaman ötüp geçir. Zaman ötüp geçir. Seninleyim Tanrım. Geçmiş hayata bir daha kayıtmaram. Rab xahiş edirik səndən. Həyatımızı doldur. Öz möcüzələrinlə doldur. Господь, мы просим, наполни нашу жизнь Xeyir dualarınla doldur. благословением, Öz nurunla doldur Rəb. Твоим светом. Yolumuza işıq saç Rəb sən. Сияй нам, Господь. Qaranlıqda işıq saç yolumuza. Сияй нам в Ki тьме, addımlarımızı bilək hara gedirik. чтобы мы знали, куда мы идем.
Şükür olsun sana İsa Mesih. Слава Тебе, Господь. Sevirik səni. Мы любим Тебя. Toplantını sənin huzuruna gətiririk yarı. Приносим это служение в Твое присутствие. Amin. Amin. Əyləşə bilərsiniz. Садитесь, пожалуйста. Yox, nə gedəyim? Mümkün. O biri mikrofonları söndürürəm. Bir. Git dur. Hemen geçin bu yana. Siz geçin o yana. Səni sevdim, mərhəmətin heç vaxt bitməz. Həyatım sənin əlində. Gün başlayan anda, gün bitənə dək oxuyaram, qeyir tapsam Tanrı. Ömrüm boyu sadiq sənlə, ömrüm boyu yaxşısan Rəbbim. Aldığım hər nəfəsilə söylərəm, yıxarsan Tanrı. Səni duydum, məni alovdan çıxartdın. Çətinlikdə mənlə birlikdə idin. Mənə ata oldun, mənə dost oldun. Söylərəm, yıxarsan Tanrı. Ömrüm boyu sadiq sənlə, ömrüm boyu yaxşısan Rəbbim. Aldığım hər nəfəsilə söylərəm, yıxarsan Tanrı. Rəhm lütfün məni izlər, məni izləyər. Rəhm lütfün məni izlər, məni izləyər. Həyatımı Teslim ettim, her şeyimi verdim. Rəhm lütfün məni izlər, məni izləyər. Rəhm lütfün məni izlər, məni izləyər. Rəhm lütfün məni izlər, məni izləyər. Hayatımı teslim ettim, her şeyimi verdim. Rəhm lütfün məni izlər, məni izləyər. Ömrüm boyu sadiq sənlə, ömrüm boyu yaxşısan Rəbbim. Aldığım hər nəfəsilə söylərəm, yıxarsan Tanrı.
Salam dəyərli kilsə. Добрый вечер, дорогая церковь. Hər birinizi görmək xoşdur. Рада видеть каждого из вас. Yeşaya 31-ci fəsil, Исайя 31 глава, 5-ci bənd. 5 стих. Quş qanad açıb necə balalarını qoruyursa, ordular Rəbbi Yerusəlimi də belə qoruyacaq, müdafiə edəcək, qurtaracaq, saxlayacaq, xilas edəcək. Как птицы птенцов, так Господь Саваоф покроет Иерусалим, защитит, избавит, пощадит и спасет. Fəslin başlığı bilirsiniz necə adlanır? Знаете, как называется эта глава? Bilirsən, Sevil, yazılıb ora rusunda yoxsa? Вторичное предупреждение. Это? Misirə güvənməyin. Не надейтесь, и не заключайте союза с Египтом. İndi isə keçək İyana sözünə. А теперь перейдем к слову пожертвования. Qalatlılara məktub 5-ci fəsil, Галатам 5 глава, 22-ci bənd. 22 стих. Müqəddəs ruhun bəhrələri. Плоды Духа Святого. Biz tez-tez danışırıq bu haqda. Мы часто говорим об этом. Daha çox danışırıq məhəbbət, sevinç, sülh haqqında. И чаще всего мы говорим о любви, радости и мире. İstərdim bugün xeyirxahlıq haqqında danışaq. А я хотела бы, чтобы мы сегодня говорили о благости. Mənə elə gəlir ki, biz daha az eşidirik xeyirxahlıq haqqında. Я думаю, что мы мало слышим о Xeyirxahlıq добродетели, haqqında. о благости. Yaxşı, gəlin bəndə oxuyaq. Давайте прочитаем стих. Müqəddəs ruhun bəhri isə budur. Məhəbbət, sevinç, sülh, səbr, xeyirxahlıq. Плод же Духа – любовь, радость, мир, долготерпение, благость, милосердие, вера. Благость. Deməli, bu sadalanan bəhrələr, Здесь перечислены плоды, müqəddəs ruhun bizə hədiyyələri. дары Святого Духа нам. Zaman keçdikcə, Время идет, biz Məsihdə böyüdükcə, и мы возрастаем во Христе. biz Tanrını tanıdıqca, И чем больше мы познаем Господа, bu bəhrələr çevrilir, olur bizim xasiyyətimiz. эти плоды превращаются и становятся нашим характером. Hamısı yox, Не все, bəzilər. некоторые. Yoxlamısınız bunu? Вы когда-нибудь пробовали это, чувствовали это? Yoxlayın. Я советую вам Саталадığımız прожить это, bəhrələr почувствовать. Те плоды, которые я перечислил, bizim xasiyyətimizə çevrilir они превращаются в наш характер. və bu çox vacibdir. И это очень важно. Deməli, bu yaxınlarda bir imanlı bacımız mənə sual verdi. Недавно верующая сестра задала мне вопрос. Sual verdi ki, necə olur ki, tanıdığım bir kəs illərdir Tanrının ardınca gedən bir kəs Она спросила, что как такое может быть, что человек, которого я знаю, который идет годами за Господом, necə olur ki, məhəbbət olmur, как так происходит, что в этом человеке нет любви? sülh olmur, У него нет мира, xeyirxahlıq olmur. у него нет благости. Necə olur axı? Как так? Həmin anda mən cavab verə bilmədim. В тот момент я не смог ответить, Amma düşünmək istədim bu haqda. но я захотела поразмышлять об этом. Olur, Но такое бывает, olur. бывает. O vaxt olur ki, mən
Məsəhin ardınca getmirəm. Это бывает тогда, когда я не иду за Христом. Bayaq Elçin müəllim çox gözəl bir söz dedi До этого Эльчин Малим сказал прекрасные слова, ki, Rəbb bizim addımımızı işıqlandırsın ki, biz hara addım attığımızı bilək. чтобы Господь освещал наш путь, чтобы мы знали, куда мы идем. Və bu vacibdir ki, biz hara getdiyimizi bilək. И это важно, чтобы мы знали, куда мы идем. Çünki zaman keçdikcə bu bilinəcək. Потому что со временем это будет заметно, Bu indikator kimi. как индикатор. Bilinəcək, zaman keçdikcə Будет bilinəcək. понятно, со Ki, временем все будет ясно. illərdir mən Məsəhin ardınca getmişəm, yoxsa öz yolumla getmişəm. Что вот все эти года я шел за Христом или шел своим путем. Və Məsihlə getmirəmsə, И если я не иду со Христом, sadəcə xilas olmuşam если я просто спасся, və ammalar mənə mane olur. но вот эти «но», они мне mешают. Amma Но ki, vaxtım yoxdur, у меня нет времени. ən çox eşitdiyimiz, bunu ən çox eşidirik, vaxtım yoxdur, Мы слышим это очень часто, что у меня нет времени, başa düşmürəm я не понимаю və başqa səbəblər. и многие другие причины. Və bizdə xasiyyət formalaşmır. И в нас не формируется этот характер. Rəbbin görmək istədiyi xasiyyət formalaşmır. Характер, который хочет увидеть в нас Господь, его в нас не бывает. İsa'ya baxsaq onun həyatına, Если мы посмотрим на Иисуса и его жизнь, o yer üzündə olan zaman da xeyirxah idi он был благим, когда был на земле, və indi də bizə qarşı çox xeyirxahdır. и он такой сейчас, он очень благословен по отношению к нам. Bizə qarşı çox xeyirxahdır. Он очень благостив по отношению к Və нам. ən çox bilirsiniz nədən bilirik ki, xeyirxahdır? И знаете, как мы узнаем, что он благ? Ən çox bizim istədiyimizi bizə vermir. Он не дает нам то, что мы хотим. Biraz çətindir bunu başa düşmək. Это сложно понять. Mənim istədiyimi Rəbb mənə vermir Бог не дает мне то, что я хочу. və mən düşünə bilərəm, Я могу səhv подумать, düşünə bilərəm я могу подумать ki, Rəbb неправильно, xeyirxahlıq göstərmir mənə qarşı. что Господь не благ по отношению Amma ко yox, мне. Rəbb hər zaman xeyirxahdır. Но наоборот, Бог очень благ. Çünki mən bilmirəm, Потому что я не знаю, mən görmürəm, я не вижу. amma dayanmadan dua edirəm. Но я непрестанно Gecə молюсь. gündüz dua edirəm. Dенно и ночно я Rəbb молюсь. vermir, Но Господь не дает. amma Rəbb xeyirxahdır. Но Он благий. O bilir. Он знает. Mən bilmirəm, Я не o знаю. bilir. Он Və знает. xeyirxahlıq bizim üçün bir seçim olmamalıdır. И благость это не должно быть выбором для нас. Və bu o zaman baş verir ki, Это происходит только тогда, məndə həmin o xasiyyət formalaşsın. когда во мне сформирован этот характер. Çünki bu olmayanda Потому что когда этого нет, xeyirxahlıq mən üçün seçim olur. благость становится выбором для Və меня. mən seçə bilərəm ki, xeyirxahlıq göstərim yoxsa yox. Я могу выбрать, быть благим или нет. Və Bibliyada çoxlu misallar var. И в Библии есть очень много примеров, Çoxlu qəhrəmanlar var. много героев, Xeyirxahlıq nümunələri. которые являются примерами благости. Bu gün bir nəfər qeyd etmək istəyirəm. И сегодня я бы хотела отметить одного человека. Baxmayaraq ki, o qadın idi. Несмотря на то, что это была женщина, Qadınlar inciməsin. дамы, не обижайтесь, Amma onun adı məhz Bibliyada bir kitab ayrılıb ona. но по ее имени названа книга в Библии. Bu Rut idi. Это Руфь. Əslində də görürük biz onun xeyirxahlığını. Но в чем мы видим ее благость? Əgər oxumuşuqsa Rutun kitabını, Если мы читали ее книгу Руфь, onun həyatında həlledici bir məqam var idi. в ее жизни был решающий момент. Ailə dağılıb getdi. Ее семья разрушилась, İndi bir özü qalıb и осталась только və она bir də qaynanası и ее свекровь. və qaynanası da ona deyir ki, qayıt öz atalarının yanına, atanın yanına, yəni öz Allahlarının yanına. И ее свекровь говорит, что вернись в отчий дом и к своим богам. Və çox maraqlıdır ki, Rut düşünmədən qərar verir. И очень интересно, что Руфь, не раздумывая, отвечает. Tərəddüd etmir Она не сомневается, və o böyük xeyirxahlıq göstərir и она показывает великую öz благость qaynanasına. по отношению к со своей свекрови. Rəbb bunu görür. И Бог это видит. Çətin olur onlara. Это
это тяжело. İsraildə qayıdırlar təzədən. Ей тяжело в Израиле, и они возвращаются. Amma o bu yolu seçir. Но она выбирает этот путь. Xeyirxahlıq etməyi seçir. Она выбирает путь благости. Rəbb ona böyük xeyir-dua verir. И Господь обильно благословляет Rəbb ее. onun nəslinə böyük xeyir-dua verir. Обильно благословляет ее род. Və çox gözəldir ki, И это прекрасно, müqəddəs ruhun bəhrələri bizim xasiyyətimizə çevrilsin. чтобы плоды Духа Святого превращались в наш характер. Sadəcə oxumayaq. Sadəcə oxumayaq buradan bir bənd. И чтобы мы не просто читали стих из Amma bu Библии, bizim həyatımıza çevrilir. но чтобы это превратилось в нашу жизнь, Davranışlarımıza, в наши отношения, sözlərimizə, в наши слова, münasibətlərimizə в наши отношения. böyük təsir edir. Очень sильно это все Amma burada влияет. bir açar bir söz var. Но здесь есть ключевое слово. Məsihin ardınca gedirəm, Я иду за Христом yoxsa yox. или нет. Amin. Gəl Amin. dua edək. Давайте помолимся. Rəbbimiz İsa, Господь Иисус, biz buradayıq. мы здесь, Sənin önündəyik. в Твоем присутствии. Səni izzətləndirmək istəyirik. Хотим прославить Тебя, Səni şərəfləndirmək istəyirik, Rəbb. хотим вознести Тебя. Minnətdarıq sənə hər bir xeyir duana görə. Мы благодарны за каждое благословение, которое Sən Ты даешь. yaxşısan. Ты благий. Hər zaman bizə qarşı yaxşısan, Rəbb. Ты благий по отношению к нам всегда. Hər zaman bizə qarşı xeyirxahsan, Rəbb. Ты благ всегда. Minnətdarıq sənə, Tanrı. Мы благодарны Тебе, Господь. Dua edirik sənə yığılacaq iyanələrə görə, Молимся за пожертвования, которые onda соберут, birlərə görə, Rəbb. за десятины. Xeyir dua ver, Ata. Благослови, Отец, Minnətdarıq sənə. Verən hər bir ələ görə. за каждого, кто дает. Həmçinin dua edirik toplantının qalan hissəsinə xeyir dua ver, Rəbb. Также мы молимся, чтобы Ты благословил оставшуюся часть собрания. Sənin uca adınla dua edirik. Именем Твоим превознесенным мы молимся. Amin. Аминь. Жизнь моя снова адский сон была. Был без Бога я, как засохшая трава. Но пришла ко мне первая любовь Божья и наполнила истиной меня навсегда. Если б не Божий Сын, где бы я был сейчас, жил бы я и не жил на земле в эту час. Если б не Божий Сын, где бы я был сейчас, жил бы я и не жил на земле в эту час. Но сейчас расскажу я вам, друзья, жизнь моя, рука Господа, знаю я. Знаю то, что уже будет скоро конец ему. Все предстанем пред Ним и дадим ответ. Выбора нет, нет, нет. Если б не Божий Сын,
Где бы я был сейчас, жил бы я и не жил на земле в эту час, если б не Божий Сын. Где бы я был сейчас, жил бы я и не жил на земле в эту час, если б не Божий Сын. Где бы я был сейчас, жил бы я и не жил на земле в эту час. Здравствуйте. 1-2-3 Allah'ın qoyaq yerinə. Yaxşı. Əlimizin biri boşalsın. Necəsiz? Как вы? Xoş sizi görmək. Рада видеть вас. Allah. Rəşid mənim çox son sözə görə. Спасибо, Рашид, вам за слово. Gəlin dua eləyək və başlayaq. Давайте помолимся и Balaca начнем. Allahın kəlamından baxaq, görək Rəbb bizə nə deyir. И рассмотрим, что Бог говорит нам Əziz сегодня. Rəbbimiz, xahiş edirik səndən xeyir dua ver. Дорогой Господь, просим, благослови. Qoy kəlamın bizim üçün bir işıq olsun Пусть Твое Слово будет светом для нас, və addımlarımızı işıqlandırsın. чтобы Твое Слово освещало наш Bizə путь, yol göstərsin. указывало, куда нам идти. Ki necə sənin ənamlarından, sənin xeyir dualarından bərabər gəzə bilək. Как нам идти naravне с Твоими благословениями и Твоими дарами? Minnətdarıq sənə sən. Благодарны Тебе, Иисус Xahiş edirik Христос. kilsəmizə xeyir dua ver. Просим, благослови нашу Toxun церковь. və Rəbb, danış bizim hər birimizə. Коснись и говори с каждым из нас. Və ilk öncə mənim özümə danış Rəbb. И в первую очередь со mной. Sevən adınla dua edir. Молимся во имя Твое. Amin. Аминь. Əla, gəlin açaq bir yerdə Yəhyanın müjdəsi 1-ci fəsli. Давайте вместе откроем Иоанна 1 глава. Yəhyanın müjdəsinin bir fəslində hamımız çox güman kimi oxumuşuq və Мы все, скорее всего, читали это послание. 4-cü bənddə yazıb. В 4 стихе Yəhya написано: 1:4. Həyat onda idi və bu həyat insanların nuru idi. В нем была жизнь, и жизнь была свет человеков. Nur qaranlıqda parlayır, qaranlıq isə onu bürüyə bilmədi. И свет во тьме светит, и тьма не объяла его. Amin. Аминь. Və kəlam bizə deyir ki, İsa insanlar üçün bir nur idi. В Писании написано, что Иисус Христос для людей был светом. Amma biz görürük ki, dünya qaranlıqdır. И мы видим, что мир – это тьма. Və qaranlığın nurla heç bir əlaqəsi yoxdur. А у света и тьмы нет ничего общего. Dünya qaranlıqdır, Мир, он во тьме, İsa nurdur. а Иисус Христос, он Gəlin bunu свет. yadda saxlayaq və Давайте buna запомним это. bu söz boyunca qayıdacaq. И мы будем возвращаться к этой мысли на протяжении послания. Okay. Zəbur 2-ci fəsil. Псалом 2 глава. Yaşadığımız bax bu dünya haqqında yazılıb orada. Там написано о том мире, в котором мы живем. Və biz görürük ki, dünyada pislik var И мы видим, что в мире есть зло. və biz görürük ki, dünyada şər var. И
Мы видим, что в мире есть много всего нехорошего, zlo, зла. aha, şər. Aça bilərsən 2-ci fəslin 1-ci bəndini. Вторая глава с 1 стиха. 1, 2 keçəcəyik onu. Və biz bu bəndlərə baxan görürük ki, şər insanlar var. Мы видим, что есть злые люди, плохие люди. Var şər ölkələr var. Есть плохие Злые. страны, злые страны, Zlı, hə. Və şər padşahlar var. злые цари. Və biz Bibliyanı oxuyanda görürük ki, böyük bir ölkə şərdə yaşaya bilər. И читая Библию, мы видим, что огромная страна, она может жить во тьме, во зле. Və onu anlamaya bilərlər. И при этом они могут этого и не понимать. Xatırlayırsınız Nineviyanı. Помните Ниневию? Və onlar anlamırdılar ki, onlar şərdə yaşayırlar. Они не понимали, что они живут во зле Ta o ana kimi ki, onlara deyildi. до того момента, пока им не сказали об этом. Amma eyni zamanda biz görürük ki, bu qaranlıq dünyada kilsə var. И в то же время мы видим, что в этом темном мире есть церковь, Və imanlılar var. есть верующие, Düzdür? Xristianlar var есть христиане, və məhz olunmuş kəslər var. есть помазанные люди. Zabur 110-cu Zəburda. В 109-м псалме. Mən eşidirəm yoxsa yox? Mənim səsim elə bir ki, batır hərdən bir. Yox? Yaxşı. Əgər səsim batsa, mən xəbər eləyərsən. Mikrofonu dəyişərik. Və biz görürük ki, imanlılar var dünyada, bu qaranlıq dünyada, hansılar ki, məhz olunur. Мы видим, что в этом темном мире есть верующие, которые являются помазанниками. Və necə ki, oxuduq, Yahya'nın müjdəsi 1-ci fəslin 4-cü bəndində И как мы прочитали в Евангелии от Иоанна, 1 главе, 4 стихе, və Tanrının nuru var idi insanların həyatı üçün. у Бога был свет для жизни людей. Tanrının həyat onda idi və bu həyat insanların nuru idi. В нем была жизнь, и эта жизнь была свет для людей. Bəs Məsih nə etmişdi? А что сделал Христос? Məsih sənin üçün kimdir? Кто для тебя Христос? Gəlin bu sualı özümüzə verək. Давайте зададим этот вопрос себе. Məsih məni qaranlıqdan qurtardı. Христос спас меня от тьмы. Qaranlıq dünyadan çıxartdı. Он вывел меня из мира тьмы. Məsih səni qaranlıqdan çıxardıb И Христос, Он вывел тебя из тьмы. və artıq sən bu dünyadan deyilsən. И теперь ты не от мира сего. Okay? Biz bu qaranlıqdaydıq və Tanrı bizi bu qaranlıqdan çıxartdı. Мы были в этой тьме, и Господь нас вывел из этой тьмы. Və indi mən Tanrının bir hissəsiyəm. И теперь я являюсь Mən частью Tanrıya Господа. məxsusam. Я принадлежу Господу. Və mən belə deyək. И я от Господа. Mən Tanrıdanam. Я от Господа. Məsələn deyirlər, sən hardansan? Например, вот тебя спрашивают, Vüqar что müəllim, sən откуда hardansan? ты? Vüqar müəllim, Məsəl üçün откуда вы? soruşurlar. Например, спрашивают. Mən Tanrıdanam. Я от Господа. Tanrı kimdir? А кто такой Господь? Tanrı nurdur. А Господь — это свет, Dünya isə zülmət. а мир — это tьма. Və biz də bu dünyada yaşayırıq. И мы живем в этом mире. Kəlam deyir ki, Писание Məsih говорит, Məsih həyatımıza gələn andan Писание говорится, что с того момента, как Христос пришел в нашу жизнь, bizim kimliyimiz наша тождественность, keçdi Tanrının tərəfinə, она перешла на сторону Tanrının Господа, padşahlığına keçdi. точнее, в Царство Господа. Və ona görə deyir ki, biz bu dünyadan deyilik. И поэтому мы говорим, что мы не от мира сего. Necə ki, Məsih bu dünyadan deyildi, düzdür? Как и Христос был не от этого мира, Amma bu dünyaya gəldi. но Он пришел в этот мир. Və biz oxuyanda görürük ki, Məsih dünyaya gələndə ona qarşı çoxlu müqavimətlər var idi.
И мы видим, что когда Христос пришел на эту землю, против него было много противостояний. Və bu müqavimətlər müxtəlif tərəflərdən idi. Xüsusən də ki, padşahlar tərəfindən idi. И они шли с разных сторон, и в особенности со стороны царей, Rəhbərlər tərəfindən. со стороны руководителей. Biz oxuyanda görürük ki, Kayaf ona qarşı çıxmışdı, baş kahinlər ona qarşı çıxırdılar. Читая, мы видим, что против него выходили первосвященники и так далее. Hirod padşah Царь Ирод, Понтий например, Пилат. Понтий Пилат. və ona o dünyaya gələn andan artıq ona qarşı müqavimət var idi. С того момента, как он пришел на землю, было противостояние по отношению к Onlar нему. nə etdilər? Что они Bu делали? rəhbərlər, bu Эти padşahlar, руководители, цари, onlar Məsihi çarmıxa çəkdilər. они распяли его на кресте. Zəbur 2, 1-ci, 2-ci bəndlər. Gəlin oxuyaq bunu. 2, 1, 2 стихи. Давайте Zəbur почитаем. 2, 1, 2. Nə üçün millətlər belə vurnuxmaya düşür? Ümmətlər boş şeylər düşünür. Dünya şahları yığışır. Hökümdarlar Rəbbə və onun məhz edilmişinə qarşı birləşir. Зачем метутся народы и племена замышляют тщетное? Восстают цари земли, и князья совершаются вместе против Господа и против помазанника Его. Kimə qarşı birləşirlər? Против кого они совещаются? Tanrıya və onun məhz edilmişinə qarşı birləşirlər. Они объединяются против Господа и Его Və помазанника. kimdir onun məhz edilmişləri? А кто Его помазанники? Biz, Это мы. Вы, onun şagirdləri, Его ученики, Tanrının kilsəsi, Церковь Господа, Tanrının imanlıları верующие, məhz edilmişlər. помазанники. Biz bu günahlı, çürüyən bədəndəyik. Мы живем в этом грешном теле. Bədənimiz çürüyür, düzdür, И qocalırıq. наше тело, оно как бы Saçlarımız стареет, yavaş-yavaş rəngini dəyişir. наши волосы меняют цвет, Dişlərimiz yavaş-yavaş gedir. и у нас портятся зубы. Amma kəlam deyir ki, biz məhz edilmişik Но в Писании написано, что мы помазанники, və biz Məsihdə gizlədilmişik. и мы как бы сокрыты во Христе. Eyni olmuşuq biz. Məsihdə gizlədilmişik və Məsihdə bütöv olmuşuq. Bir olmuşuq onunla. Мы sокрыты во Христе, и также мы как бы stали единым целым с Ним. Və sonra da biz oxuyanda görürük ki, kəlamda deyirsə, mən sizi göndərirəm bu dünyaya. И дальше в Писании написано, что я посылаю вас в этот мир. Necə ki, ata məni göndərdi bu dünyaya, Как Отец послал меня mən в də этот sizi мир, göndərirəm bu также dünyaya. и я посылаю вас в Siz этот мир. nə vaxtsa bu dünyadaydınız, Когда-то вы были bu в этом миру, qaranlıqdaydınız. в этой тьме. Sizi çıxartdım oradan, Я вывел вас оттуда. təmizlədim, Я вас очистил. ayaqlarınıza nur verdim qabağına, Я осветил ваш sizi путь. müqəddəs etdim Я сделал вас sizi məhz святыми. etdim. Я вас помазал. və indi sizi göndərirəm bu dünyaya. И теперь я отправляю Bu вас в qaranlıq этот мир, dünyaya. в этот темный Niyə? мир. Почему? Niyə? Почему? Ki siz orada nur olasınız, Чтобы вы там были светом, siz orada duz olasınız. чтобы вы были там Tam öyrədir солью. bizə. Писание нас Deyir ki, учит. siz bu dünyanın duzusuz. Говорится, что вы соль этого мира. Ki siz o şiti dadlı eləyəsiz. Чтобы вы сделали пресное вкусным. Ki siz bu dünyanın nurusuz artıq. Что вы теперь свет этого мира. Və bir dəfə pastor Vüqar eləmişdi onu, düzdür? Pastor Однажды пастор Işıqla. Угар это сделал, эксперимент со Ümumiyyətlə və светом. şeylər yaxşı yadda qalırlar. Такие вещи очень хорошо запоминаются. Ki əgər bu qaranlıq bu otağa biz işıqları söndürsək Если мы выключим свет в этой və комнате, əgər işıq olmaz, qaranlıqda olacaq, если düzdür? не будет света, мы будем во тьме. Rahatlıqla biz yıxıla bilərik. Biz nə düşər. И запросто мы можем упасть или споткнуться. Amma əgər balaca bir işıq hətta yansaq, Но если мы зажжем хотя бы маленький источник света, qaranlıq onu bağlaya bilmir. тьма не сможет его Okay? Bu mümkün объять. deyil. Onun üçün Это deyir ki, невозможно. bu dünyaya göndərirəm və siz bu dünyanın nuru olacaqsınız. Поэтому говорится, что я отправляю вас в этот мир, вы будете Okay? светом. в Gəlin этом özümüzə мире. sual verək. Давайте зададим себе Əgər mən вопрос. Məsihi bir xilaskar kimi qəbul etmişəmsə, Если я принял Христа как своего Спасителя, əgər mən ona aidsə, и если я принадлежу Ему, o məni göndərəcək.
Он меня отправит. O məni göndərir Он меня отправит, ki, mən işıq saçım. чтобы я светил. Amma biz görürük ki, bizi tanıyanlar var Но мы видим, что есть те, кто нас знают. və bizi bilir, bizi tanıyır, И сатана, он знает нас, sizi tanıyır. он знает вас. Əgər siz ruhda gəzirsinizsə, Если вы ходите в əgər siz душе, imanlısınızsa, если вы верующие, onda siz bir hədəf, bir nişan var. то над вами как бы висит прицел. Dəyişdirəm. Kusura bakma. Əla. Hə, əgər bax biz sizinlə imanlıyıqsa, Если мы с вами, будучи верующими, bizim üzərimizdə hədəf var. Являемся верующими, Hara то ki над kimsə нами есть прицел. tuşlanıb. Туда некто целится. Görmüsünüz də hədəf. Вы видели, да, Тирде эту ким вот он? цель? Кто был в тире? Olmusan, başa Мишень. düşdüm, əlbi qaldırma. Ki qoyulur hədəf və nişan alınır o hədəf. Есть мишень, и в нее целятся. Və bizə də bir imanlılar kimi, sizə də bir imanlılar kimi bu dünyada hədəf alan var. И также на нас с вами, как верующим на этой земле, есть тот, кто на нас целится. Kim bizə hədəf alır? И кто это? İblis. Это сатана. Və niyə? Почему? Çünki o ruhu tanıyır. Потому что он знает дух. Çünki o bilir ki biz bu dünyadan deyilik. Потому что он знает, что мы Çünki не от этого bilir мира. ki biz Tanrıya məxsusuq. Потому что он знает, что мы принадлежим Господу. Gəlin bunu başa düşək. Давайте поймем, Başa düşək ki biz запомним Tanrıya это, məxsusuq. что мы принадлежим Özünüzə bunu Господу. təkrarlayın. Говорите себе, повторяйте это себе. Və budur. Əgər belədirsə, sizi nişan alan var. И вот если это так, то есть тот, кто целится на вас. Və sizi, gəl belə deyək, məsəl üçün bizi başqa nə ilə tanıyırlar? Также, чем еще, как еще люди могут нас узнать? Biz Tanrının kəlamını daşıyırıq, düzdür? Мы несем Слово Господа. Biz Tanrı haqqında deyirik, Мы говорим о Господе. onun xoş xəbərini çatdırırıq. Мы доносим для людей Его благую весть. Və bəlkə bizim heç xəbərimiz yoxdur, amma bizi tanıyırlar. И, возможно, мы сами этого не знаем, но нас знают. Çox maraqlıdır ki, bu yaxında iş yerində Очень интересно, что bir недавно на cavan работе oğlanla söhbət edirdik. я общался с молодым человеком, Ümumiyyətlə əvvəl də biz bir yerdə işləmişik, proyektlər üzərində и до этого мы тоже вместе работали над разными проектами. və heç vaxt bu barədə söhbətimiz olmuyor. И у нас никогда не было до этого разговора. Odur ki, mən səni görmüşəm Он мне сказал, что я тебя видел, ki, sən kilsədə oxuyursan. что ты поешь в церкви. Mən dedim, bəli, mən imanlıyam, mən xristianam. И я сказал, что да, я верующий, я христианин. Dedi, hə, bilirsən, mənim də övladım maraqlanır bu barədə, gedir, oxuyur. И он сказал мне, что знаешь, мой ребенок тоже интересуется этим, он Və müəyyən изучает. məsləhətlər almağa başladı. И он хотел получить от меня Açıq определенные mənim üçün bir советы. sürpriz idi bu. И, честно сказать, это был сюрприз для меня, Ki, mən gözləmirdim bu söhbəti. потому что я не ожидал такого разговора. Ki, adətən insanlar bu söhbəti açmırlar heç vaxt. Потому что обычно люди не начинают об этом Ya разговор. biraz ehtiyat edirlər, ya Они biraz либо çəkinirlər. сторонятся, либо осторожничают. Amma çox yaxşı mənada mənə xoşuma gəldi. Но в хорошем смысле мне это очень Və понравилось. eyni zamanda da bu yadıma düşür ki, bizi tanıyırlar, bizi görürlər. И в то же время я вспоминаю, что нас узнают, нас видят. Və bizi elələri də var ki, nişan alırlar. А есть те, кто берут нас на прицел. İlk olaraq İsa Məsihi kim tanıdı? Кто в первую очередь узнал Иисуса Христа? Gəlin baxaq, Markın müjdəsi 1-ci fəsildə. Давайте рассмотрим Марка, 1 глава, 1-ci fəsil
yazılıb ki 5-ci bənddə В 5 стихе. Üzr istəyirəm, Mark 2. Mark 2 5-ci bənddə Марк 2, 5 глава. Ой, 5 стих. Mark 2 5. Və deyir ki, İsa biraz qabağa baxsaq 1-ci bənddən İsa Kafernauma gəlir və orada çıxır məbəddə başlayır danışmağa. И если рассмотрим немножко раньше, то Иисус Христос приходит в Капернаум. 1-ci bənddən oxuyaq elə. Давайте прочитаем с Bir 1 neçə gün стиха. sonra İsa yenə Kafernauma gəldi. Onun evdə olma xəbəri yayıldı. Gələndə onun evdə olma xəbəri yayıldı. 2-1. Через несколько дней опять пришел он в Капернаум, и слышно стало, что он в доме. Və o qədər çox adam yığıldı ki, qapının yanında durmağa belə yer qalmamışdı. İsa onlara kəlamı vəz edirdi. Тотчас собрались многие, так что уже и у дверей не было места, и он говорил им слово. Və o gördük ki, o şəfa verir və 5-ci bənddə yazılıb ki, bir nəfər cinə tutulmuş bir kəs qaça-qaça gəlir və onun qabağına və onun üstünə qışqırır. И там было рассказано, как он 5-ci bənddə исцеляет, yoxsa harda idi o? и к нему прибегает Markda. бесноватый. Biraz qabağa qaydaq. Və 24-cü bənd, 1-ci fəslin 24-cü bəndi. Это написано в 1 главе, 24 Mən o стихе. ilk dəfə Kafernauma gələndə 21-ci bənd və 24-cü bənddə onun qabağına qaçır adam, cinə tutulmuş adam. Значит, в первый раз, когда он пришел в Капернаум, к нему прибегает бесноватый. Və deyir 1:24. Ey Nazarətli İsa, bizdən nə istəyirsən? Bizi məhv etməyə mi gəlmisən? Mən bilirəm, sən kimsən? Allahın müqəddəsisən. Оставь, что тебе до нас, Иисус Назарянин. Ты пришел погубить нас, зная тебя, кто ты, святый Божий. Və cinə tutulmuş adam, Одержимый человек. İsa Məsih birinci tanıyan kəs. Тот, кто первый узнал Иисуса Христа. Və soruşur, niyə gəlmisən sən? И он спрашивает, почему ты пришел? Və niyə gəlmisən sən bura? Зачем ты Niyə пришел gəlmisən сюда? yer üzünə? Зачем ты пришел Ben на səni землю? tanıyıram. Я тебя знаю. Onun şagirdləri hələ onu normal tanımırdılar. Его ученики даже не знали его так хорошо. Şəhərindəki, doğulduğu şəhərdəki insanlar onu yaxşı tanımırdılar. В городе, где он родился, его знали не так хорошо. Və o adam qaçır gəlir onun qabağına deyir, mən səni tanıyıram. И вот этот бесноватый прибегает к нему и говорит, я gəlmisən? знаю тебя. Зачем ты Bizi məhv пришел? eləməyə gəlmisən. Ты пришел погубить нас. Və budur, tanıyırlar, И вот узнают. tanıyırlar kim Məsihdədir. Те, кто во Христе, Kim ki İsa Məsihi bir tərəfinə keçib, onun padşahlığına keçib, onu tanıyırlar. те, кто перешли на сторону Христа, в Его Царство, их узнают. Sonra bu yaxınlarda Pastor Şalir bir balaca bir şeyə toxundu Недавно пастор Шайлер коснулся кое-чего. ki, necə olur ki, deyək, biz oturur yemək açıq havada Что как так bывает, что мы садимся кушать на открытом воздухе, və o andaca hansısa bir böcəklər, hansısa bir arılar yığışıb gəlirlər. и в тот же момент слетаются насекомые Düzdür, pastor, и пчелы и так Biz далее. pas sahiblə bunu Bərdidən gələndə görmüşük. Мы это видели с пастором Саибом, когда возвращались Stolun из üstünə Бардии. yemək qoyan kimi bütün o ətrafdakı böcəklər hamısı gəlir. Как только на стол кладется еда, все baş эти verir? насекомые слетаются. Necə olur bu? Что происходит? Как Hardan так? bilirlər? Откуда они знают? Hardan bilirlər? Откуда они это Bilirlər знают? onlar, düzdür? Но они знают, не так ли? Çünki hardan bilirlər ki, imanlılar bu ölkədə gəzir, bu dünyada var.
Откуда знают, что верующие, они ходят в этой стране, что они Çünki bu есть? ruhani bir şeydir Потому что это dуховное və hədəf var и есть mишень. və hədəf də alıblar, nişan alıblar. И они прицелились. Və ola bilirlər ki, siz Tanrının məhz olunmuşsunuz. Они знают, что вы являетесь помазанниками Господа. Onlar bilirlər ki, siz ruhanisiz. Они знают, что вы духовные. Və onlar bilirlər ki, Tanrının ruhu var sizdə И они знают, что в вас есть Дух Божий. və buna görə də sizi hədəfə alıblar. И поэтому они целятся на Və вас. bunda onların məqsədi var bunu eləməkdə. И у них есть цель, почему они это делают. Nəyə görə imanlını hədəfə alsınlar? Зачем им целиться в верующего? Çünki imanlılar bir yerdə olanda orada qüdrət var, orada güc var. Потому что тогда, когда верующие собираются вместе, там есть сила Və и iblis мощь. buna nifrət edir. Nə vaxt ki imanlılar bir yerə toplaşırlar. И сатана ненавидит, когда верующие собираются вместе. O heç vaxt bunu istəmir. И он никогда этого не хотел. Niyə? Почему? Çünki burada məhz var. Потому что там есть помазание. Çünki imanlılar bir yerdə olanda bağışlanma var. Потому что тогда, когда верующие вместе, там есть прощение. Onda harmoniya var onların arasında, anlaşılıq var. Там есть гармония, понимание. Və orada müştərək dua var. И там есть молитва Və kəlam друг deyir ki, друга. 2-3 nəfər əgər bir yerə toplaşıbsa, mən onların arasındayam. И в Писании написано, что если двое или трое соберутся во имя Мое, я среди Да. них. Niyə? Niyə xoşlamır? Почему этого не любит Çünki сатана? orada birgə dua var. Потому что там есть Çünki совместная orada suallara молитва, cavab var. там есть ответы на вопросы. Və biz əgər bu ruhdayıqsa, bir yerdəyiksə, Если мы в этом духе и вместе, onda düşmənə qarşı dayana bilərik. тогда мы можем устоять против врага. Rəbb də bizi bunu çağırır. И к этому prизывает нас Господь. Xatırlayırsınız, əgər kimsə görübsə, ya maraqlanıbsa, Roma ordusunun müəyyən bir nizamı var, düzüm nizamı var idi. Если вы знаете или же изучали это, то у римской армии был определенный порядок построения. Onlar əgər hücuma gedərkən və yaxud da müdafiə olunarkən bir yerə toplaşırdılar, bir yerə, bir kruq kimi. Когда они либо защищались, либо шли на битву, они как бы собирались вместе в круг Və qalxanlarla özlərini bağlayırdılar и закрывали себя və щитами. üstlərini də, başlarını da üstünü bağlayırdılar qalxanla. И также они прикрывали свои головы щитами. Почему? Ki onlar düşmən qabağında açıq qalmasınlar. Чтобы им не стоять, как бы не быть открытыми перед врагом. Ki zəif yerləri olmasın, düşmən oradan vura bilsin Чтобы у onları. них не было уязвимых мест, куда мог бы прицелиться враг. Biz bugün deyə bilərik ki, biz imanlıyıq, Сегодня мы можем сказать, что мы верующие. İsa Məsihə inanırıq, Мы верим в Иисуса Христа. biz xristianlarıq. Мы христиане. Amma eyni zamanda fikirləşə bilərik ki, nə qədər vacibdir mənim üçün kilsəyə gəlmək. Но в то же время можем думать, что насколько это важно мне идти в Nə qədər церковь. vacibdir mənim üçün kəlam oxumaq, dua etmək, Allaha izzət gətirmək. Как важно для меня читать Писание, молиться и прославлять Бога. Biz əgər belə fikirləşiriksə, onda biz yanlış bir tərəfdəyik. Если мы думаем таким образом, то мы не на правильной Çünki bu стороне. dünya qaranlıqdır. Biz də deyik bu Потому barədə, что этот düzdür? мир — это Və тьма. Tanrı bizi göndərib bu dünyaya. И Бог отправил нас в этот мир. Çünki bu onun vədidir və bizi xilas edəndən sonra deyir ki, necə ki ata məni göndərdi, mən də sizi göndərirəm. Потому что это Его обетование. И после того, как мы спаслись, Он сказал, что как Отец послал меня, так и я посылаю вас. Və budur, mən gəlmişəm, И вот я mən пришел, artıq dünyanın içindəyəm, gəlin belə я уже, obrazına deyək. образно говоря, я уже в этом миру, Qaranlıq otaqdayam я в этой темной комнате. və təkəm, И я один. təkəm. Я один. Və nə baş verəcək? И что произойдет? Çoxlarının baş verir təəssüflər. И, к сожалению, это очень часто Ki, ruhdan происходит. düşürlər, Они разободряются başlayır özünü mühakimə и начинают осуждать себя. və o zaman ki onlar örtülə bilərdilər, o əskərlər kimi bir yerdə bağlana bilərdilər qalxanlarla.
Тогда, когда они могли, как эти солдаты, вместе прикрыться этими щитами və o odlu oxlara qarşı dayana bilərdilər. и могли бы устоять против этих огненных стрел. Niyə? Почему? Çünki bizi nişan alan kəs var. Потому что есть некто, кто целится в Biz нас. bəlkə düşünürük ki, bizi heç kəs tanımır. Возможно, мы думаем, что нас никто не Sən знает. deyir, mən görmüşəm sən oxuyanda. Но нам звонят и говорят, что я видел, что ты поешь. Mən oxuyanda səni görmüşəm. Я видел. Bu yaxşı haldır. Это еще хороший случай. Pis halı olacaq ki, hücum eləyəcəklər. А плохое, это если на тебя уже Və начнут əgər mən o нападать. örtü altında deyiləmsə, Если я не под этим mən bu qaranlıqda покрытием, qalmışamsa, onda mən açıqam. если я остался в этой тьме, то я открыт для врага. Ya. Və bu dünyanın biz oxuyuruq ki, padşahı yazılıb iblisdir. И мы читаем, что владыка, князь этого мира, это Он сатана. это. И что он сделал? O İsa'nı çarmıxa çəkdi. Он распял Иисуса Христа на кресте. Və onun haqqında başladı yalanlar yazmağa, yalanlar paylaşmağa. И он начал распространять ложь о Və Христе. mümkün qədər insanları bu dünyada aldatmağa çalışır ki, inanmasınlar. И он пытается обмануть как можно большее количество людей, чтобы Ki они o не верили. ölmədi, o nə bilim çevrildi, başqa bir kəs oldu, o evləndi, cürbəcür şeylər. Что он не Cürbəcür умер, что cəfəngiyata. он превратился в кого-то другого, что он женился и так далее и тому подобное. Sözsüz ki, o bunu bizə də qarşı eləyəcək. И, конечно же, он будет делать Eğer то же Mesih'e самое karşı по edipse, отношению к нам. Если делали это Ve по o- отношению к Христу, Əgər Məsihi çarmıxa çəkdisə, если он распял Иисуса Христа на кресте, onda quru ağaclardan nə olacaq? то что будет с сухими Əgər деревьями? yaşın başına belə oyun gətiriblərsə. Yaş ağacın. А если с живым деревом сделали такое? Yaş ağac yandırmısınız siz. Вы когда-нибудь пытались sжечь живое или мокрое Meşədə дерево? tonqal qalayanda nə quru ağac axtarırsınız, yaş ağac. Когда вы пытаетесь разжечь костер в лесу, какие ветки вы ищете, сухие или Yəqin же quru мокрые? axtarırdı, yaşdan ancaq tüstü çıxacaq. Скорее всего, мы будем искать сухие, а не mokрые. Kömür də bir variantdır. Amma biz quru ağac axtararıq ki, tez yandıraq o tonqalı, düzdür? Və budur. Kəlam deyir ki, onun İsa'nı çarmıxa çəkdilər. Və əgər yaş ağacın başına bu oyunu gətirirlərsə, biz quru ağacların başına nə oyun gətirərlər? И в Писании написано, что Иисуса Христа распяли. И если такое сотворили с мокрым деревом, то что сотворят с нами, которые являются сухим деревом? Zəbur 2, Псалом 2, 3-cü bənd 3 стих. deyir ki, deyirlər, gəlin onların buxovlarını qoparaq, üstümüzdəki zəncirlərini ataq. Говорится, расторгнем узы их и свергнем с себя оковы их. Və başqa sözlə desələr, gəlin onları dağıdaq, hissələrə bölək, parçalayaq. Иными словами, давайте разбросаем их, разорвем, Ki zəif olsunlar onlar. чтобы они были Ki birlikləri слабы, olmasın. чтобы у них не было единства, Ki Tanrını axtarmasınlar. чтобы они не искали Господа, Öz qayğılarının içərisində itib batsınlar. чтобы они утонули в своих Ki заботах, birgə dua etməsinlər. чтобы они не молились вместе, Ki aralarında şəfa olmasın. чтобы среди них не Ki было ruhlanma исцеления, olmasın. чтобы не было Ki ободрения, Tanrını izzətləndirməsinlər. чтобы они не прославляли Бога. Amma aralarında nə olsun? Но что было среди O них? bənd deyir ki, onların arasında ittiham, günah, zəiflik, Чтобы среди них был razdor, грех, слабость, ki dağılma olsun, qorxu olsun. чтобы был страх, Xristianları imanını biri-birinə qarşı qoysun. чтобы он сделал верующих друг другу врагами. Ki ona görə də Tanrı nə deyir bizə? И вот что говорит нам Kəlam Господь. deyir, tək qalma. В Писании написано, что не оставайся один. Və əgər sən düzgün qatara minməmisənsə, Если ты сел на неправильный поезд, yaxşısı odur ki, elə düşəsən, düzgünə minəsən. самое лучшее решение – это сойти с него и сесть в правильный. Düzdür, Pastor? Так, пастор Угар? Ki əgər bu avtobus Yevlaxa getmirsə, Что если этот автобус не едет в Евлах, gedir Qubaya, а в Губу,
Mən düzgün avtobus seçməliyəm. Я должен выбрать правильный автобус. Mən düzgün tərəf, düzgün padşahlıqda olmalıyam. Я должен быть в Əgər правильном Tanrı məni xilas царстве. edibsə Если Господь спас və məni меня, göndəribsə если Он меня отправил, və mənə lazımdır ki, o nurda gəzim, мне нужно ходить в этом свете, ki nur mənim ayaqlarımı işıqlandırsın, чтобы Он освещал мне ki o путь, örtü altında olum. чтобы мне быть под этим покрытием, Ki necə Rəşad müəllim o ənamlar o bizdə olsun, onları götürüm mən bir-bir, o vədləri götürüm. чтобы, как сказал Рашад Малим, чтобы я взял себе эти дары, Çünki biz Rəbbin məhz edilmişlərik. потому что мы помазанники Божьи, Bizə düzgün yerdə olmaq lazımdır. и нам надо быть в правильном месте. Əgər siz hələ Məsihi tanımırsınızsa, Если вы еще не знаете Христа, əgər siz Məsihi heç vaxt qəbul etməmisinizsə həyatınıza, если вы его никогда не принимали в свою bir жизнь, nur kimi, bir çıxış yolu kimi, как свет, как выход bir какой-то, xilaskar kimi, как Спасителя, onda sizə lazımdır ki, düzgün bir tərəfə dönəsiz, keçəsiz onun tərəfinə. тогда вам нужно выбрать правильную сторону, перейти на нее, Ki düzgün yerdə olasınız. чтобы вам быть в правильном Ki qaranlıqda месте, ayağınız büdrəməsin, yıxılmayasınız. чтобы вы не споткнулись во тьме и не упали. Bilirsiniz nəyə? Çünki Yəhya 1-ci fəsildə yazırdı. O nurdur. Потому что в Иоанна 1 главе написано, что Он свет. Odur nur. Он свет. İlk öncə o nurdur. В первую Əgər mən очередь Он qaranlıqdayamsa, свет. И mənə если işıq я во lazımdır. тьме, мне нужен свет. İşığı yandıram. Мне нужно зажечь этот свет. Mənə lazımdır o işıq. Мне этот свет нужен. Çünki mən qaranlıqdayam, mən hələ onu tanımıram, məndə işıq yoxdur. Я во тьме, я еще его не знаю, у меня нет этого света. Qəbul edin onu. Примите его. Qəbul edin ki, siz xeyir duanı tapasınız. Примите его, чтобы вам найти благословение. Çünki onda məhəbbət var. Потому что в нем есть любовь, Çünki onda sevinc var. в нем есть радость, Onda bağışlanma var. в нем есть прощение, Onda birlik var. в нем есть единство, Onda ruhani dikəlmə var. в нем есть dуховное Onda ободрение, Rəbbin ruhu olur. в нем есть Дух Божий. Və onda sən iblisin hücumlarına qarşı dayana biləcəksən. И тогда ты сможешь противостоять атакам сатаны. Bu çox vacibdir. Это очень важно. Onda xəstəliklərə şəfa var В нем есть исцеление от болезней. və Tanrıda möcüzələr var. В Боге есть чудеса. Onun üçün də bizə lazımdır ki, o örtüyün altında olaq. И поэтому нам надо быть под этим покрытием. Rəbbi seçin Выберите Господа, ki, nurda olasınız. чтобы вам быть в свете. Amin. Аминь. İsa Məsih, minnətdarıq sənə. Иисус Христос, мы благодарны Тебе. Minnətdarıq ki, biz sənin həqiqətlərini eşidə bilərik. Благодарны, что мы можем слышать Твои истины. Minnətdarıq ki, sən bizə seçim verirsən. Благодарны, что Ты даешь нам выбор. Amma eyni zamanda bizə məsləhət də verirsən Но в то же время Ты даешь нам совет, ki, nuru seçək, чтобы мы выбрали свет, ki, həyatımız nurda olsun, чтобы наш свет, наша жизнь была окутана ki, светом, həyatımız xeyir dualı olsun, чтобы наша жизнь была sevinclə dolu благословенной, olsun, полной ki, радости, üzümüzdən təbəssüm çəkilməsin. чтобы наше лицо всегда улыбалось. Və minnətdarıq sənə İsa Məsih. Мы благодарны Тебе, Иисус Христос. Xahiş edirik səndən bizim aramızda ol və bizi öz lütfün və mərhəmətinlə doldur. Просим Тебя, прибудь среди нас и наполни нас Своей благодатью и Əgər любовью. siz heç vaxt İsa Məsihi qəbul etməmisinizsə, Если вы никогда не принимали Иисуса Христа, onda bu duanı deyə bilərsiniz. тогда вы можете сказать эту молитву. Rəbb İsa, Господь Иисус, mən sənə inanıram. я верю в Тебя. Yorulmuşam qaranlıqda gəzməkdən. Я устал ходить во тьме. Sənin nurun lazımdır. Мне нужен Твой свет. Sənin məhəbbətin mənə lazımdır. Мне нужна Твоя любовь. Bağışla mənim günahlarımı. Прости мои грехи. Mənə azadlıq ver. Дай мне свободу. Götür mənim yükümü mənim üzərimdən. Забери мою ношу. Səni Rəbbim və xilaskar kimi qəbul edirəm. Я принимаю Тебя как своего Господа и Спасителя. Və deyə bilərsiniz, amin. Вы можете сказать аминь. Amin. Rəbb sizə xeyir dua versin. Пусть Господь благословит вас.
Allah, gəl yerlərimizdən qalxaq bir daha. Yadından çıxmış sizə deyim ki, bir yerdə mahnı oxuyacaq yerə. Şükür sənə Rəbbisən, Rəbb Tanrım. Merhametin senin tükenmezdir. Yalnız sen günahtan beni kurtardın. İndi ben ebedi yaşayan sen, Rabbim sen İsan. Seni tek sevirem, seni sevirem Rabbim benim. Seni sevirem Rabbim sen İsan. Seni tek sevirem, seni sevirem Rabbim benim. Seni sevirem ben. Hayır dua verirsen Rab Tanrım. Sefaletinde gücün bizi örtür. Yalnız sen son eder beni sevmişsen. Bütün kalbimle ben de dersen Rabbim sen İsan. Seni tek sevdim, seni sevirem Rabbim benim. Seni sevirem Rabbim sen İsan. Seni tek sevdim, seni sevirem Rabbim benim. Seni sevirem. Aleluya, şükür olsun sənə Rəbb İsa. Aleluya. Minnətdarıq sənə Rəbb. Благодарны Тебе, Ucaldırıq səni İsa Məsih. превозносим Тебя, Xahiş Господь. edirik səndən Просим Тебя, xeyir dua verirəm. благослови, Xeyir Господь, dua ver kilsamıza, благослови нашу церковь, xeyir dua ver Məsihin bədəninə. благослови тело Христа. Xahiş edirik səndən. Günümüzə və qarşıda gələn həftəmizə xeyir dua ver. Просим, благослови грядущую неделю, Rəbb bizi özün yönəlt, направляй нас, Господь. bütün işlərimizdə bizə bərəkətləndir, Благослови müdürüklüyü нас ver. во всех наших делах и дай нам мудрость. Qərarlarımızda bizə müdürüklüyü ver. Дай нам мудрости в наших решениях. Bizi uğurlu et Rəbb. Сделай нас успешными. Xahiş edirik səndən İsa Məsih. Просим Тебя, Господь Sevirik səni, Иисус. sənin müqəddəs və uca Мы adınla dua любим edirik. Тебя именем Твоим святым, мы молимся. Amin. Аминь. Amin. Çox sağ olun. Sizə zatsız. Спасибо большое, до свидания.